Bugün xalqımız Novruz bayramını qeyd edir. Suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və qələbə sevinci ilə keçirilir. Bu il Azərbaycana yaz fəsli ölkəmizə martın 20-si Bakı vaxtı ilə saat 18:45-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir. Bu il yaz fəslinin davam etmə müddəti 92 gün 17 saatdan çox davam edəcək. Novruzun qeyd edilməsi yeni ilin yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz günü elan edib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib. Onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur. Bu bayramın tarixindən bəhs edərkən miflərin rituallaşmasını qeyd etmək yerinə düşər. Kosa, keçəl mifi xüsusi anlam kəsb edir. Min illərdir qeyd olunan Novruz insanlar arasında birlik, mehribanlıq və ümid hisslərini gücləndirir. Hər il böyük sevinc və coşqu ilə qarşılanan bu bayram milli adət-ənənələrimizin qorunub saxlanmasında mühüm rol oynayır. Novruz bayramı yalnız təbiətin yenilənməsini deyil, həm də insanların qəlbindəki sevgi, dostluq və birlik hisslərini təcəssüm etdirir. Qoy bu Novruz bayramı sizə yeni ümidlər və xoş günlər gətirsin. Bayramınız mübarək. Leyla Səməndər, Yeni Azərbaycan TV.